Hər vaxtınız xeyir olsun. Keçən dəfəki videomda mən tortların üzəri üçün parıltılı glazur resepti paylaşmışdım. Bugün isə həmin glazurdan istifadə edərək mən ballı tort hazırladım. Çox dadlı olur bu ballı tort. Hazırlanma qaydasına keçirəm. Əvvəlcə kremini hazırlayıram. Bişirəcəyim qaba 3 yumurtanın sarısını, 200 qram şəkər əlavə edib yaxşı-yaxşı qarışdırıram. Üzərinə 1 çimdik duz əlavə edirəm, 1 paket vanilin və 4 xörək qaşığı da nişasta. Mən qarıdal nişastasından istifadə edirəm. Bir də 50 ml də süd əlavə edib yaxşı-yaxşı qarışdırıram. Südün yerdə qalanını isə mən əvvəlcədən artıq isitmişəm və qarışdırdıqdan sonra yumurta sarısı ilə şəkəri, nişastanı südün içərisinə yavaş-yavaş əlavə edirəm. Çünki süd artıq istidir və tam qatlaşana qədər bişirirəm. Bişdikdən sonra isə üzərini salafanla örtüb soymasını gözləyirəm. Keçirəm xəmirin hazırlanmasına. Xəmiri 5 yumurtadan istifadə etdim. Üzərinə 300 qram şəkər əlavə edirəm. 200 ml bal əlavə edirəm. 50 ml süd və 160 qram da kərə yağı əlavə edirəm. Biraz qarışdırdıqdan sonra qoyuram qazın üzərinə və yağ tam əriyənə qədər qarışdırıram. Bura bir də 1 çay qaşığı soda əlavə edirəm. Sonra yarım çay qaşığı duz əlavə edirəm. Soda burada mən əvvəlcə 1 çay qaşığı əlavə etdim. Daha sonra yenə əlavə edəcəm, deyəcəm nə vaxt. Gözləyirəm tam rəngini dəyişənə qədər, tündləşənə qədər. Alçaq xodda mən bişirirəm. Biraz gözləyirəm soyusun. Bişib qurtardıqdan sonra özünüz görürsünüz rəngi tamamilə tündləşib və üzərinə 1 xörək qaşığı alma sirkəsi əlavə etdim. Bir də dediyim kimi mən əvvəlcə 1 çay qaşığı soda əlavə etmişdim. İndi isə yarım çay qaşığı soda əlavə edirəm. Toplamda mən 700 qram undan istifadə etdim. Hissə isə yarı-yarı, əvvəl 200 qram, əvvəlcə 600 qramı əlavə edib bu şəkildə qarışdırıram. Axırıncı 1 stəkanı isə, yəni 200 qramı mən stolun üzərində xəmiri əlim vasitəsilə una qarışa gördüyünüz kimi bu şəkildə yoğuracam. Artıq qazanda xəmiri yoğurmaq olmur. Xəmir də biraz ilıq şəkildə olmalıdır belə. Və bu şəkildə gördüyünüz kimi unu xəmirə birləşdirə yoğururam. Tam un xəmirə birləşənə qədər yoğururam. Yoğurduqdan sonra rulon şəklində düzəldirəm və başlayıram hissələrə bölməyə. Mən hazırladığım reseptlə 9 ədəd kündə alındı. Çalışıram ki, kündələr eyni bərabərdə olsun. Gördüyünüz kimi xəmir çox da gözəl, yumşaqdır. Amma 9 ədəd olmasına baxmayaraq kənarlarını kəsdikdən sonra xəmirin sayı artır. Mən bu şəkildə yayıram xəmiri, daha sonra İstədiyim razmerdə üzərinə bu şəkildə boşqab qoyub kəsirəm, səliqəli, yumru alınsın deyə və kəsdikdən sonra üzərini çəngəl vasitəsilə deşdəkləyirəm ki, xəmir köpməsin və göndərirəm sobaya 180 dərəcədə bişməyə. Bişirdikdə də biraz belə tünd şəkildə olsa daha yaxşı olar. Yəni tez götürməyin sobadan. Burada gördüyünüz kimi hamısını bişirmişəm. Məndə 9 deyil, 11 ədəd alındı. Həm yumşaqdır, həm də ki rəngi bu şəkildə tünddür. Keçirəm kremini hazırlamağa. Burada mən 320 qram kərə yağı götürdüm və əvvəlcə kərə yağını ağarana qədər çalıram. Otaq temperaturunda da onu deyim ki, kərə yağı. Daha sonra isə hazırladığım kremi yağa əlavə edirəm. Hissə isə az-az və bu şəkildə görürsünüz qəşəng krem alındı. Daha sonra kremi mən başlayıram korjların aralarına yaymağa və korjları bir-bir üzərinə belə yığıram. Tortumuz yığıldı. İndi isə keçirəm glazurun hazırlanmasına. Bişirəcəyim qaba yenə deyirəm 100 qram şəkər, 3 xörək qaşığı kakao və 3 xörək qaşığı da dolu smetan əlavə edirəm. Smetanın faizindən asılı olmayaraq hansı smetanı istifadə edirsinizsə edə bilərsiniz. Yaxşı-yaxşı qarışdırıram. Daha sonra spatuladan istifadə edirəm. Kremi ən aşağı xodda qazın üzərində bişirirəm qaynamadan. Burada artıq görürsünüz ki, glazur hazırdır. Glazurun uzun
resepti mən də dediyim kimi bu videodan qabaq paylaşmışam. Orada daha ətraflı da deyirəm. Glazur tam bişdikdən sonra qoyuram, biraz soyuyur və üzərinə bir xörək qaşığı duru yağ əlavə edirəm. Daha sonra elə isti şəkildə də tortun üzərinə əlavə edirəm. Bu glazur çox gözəl alınır və parıltısını itirmir. Gördüyünüz kimi bu artıq səhərsi gündür və səhərsi günü mən tortu artıq kəsirəm. Tort çox gözəl, yumşaq alınıb, ballı tort. İnanın ki, əgər resept xoşunuza gəldisə, hazırlanma qaydası, bu qaydadan istifadə edin. İnanın çox dadlı olur. İzlədiyinizə görə təşəkkür edirəm.